Bəli. Öskürəyə görə gərək həkimə gedəsən. You should go to the doctor for cough. İstəsən ev tapşırıqlarında sənə kömək edə bilərəm. Baxın, bilərəm. Modal fe'l var burada. I can help your homework if you want. Pəncərəni aça bilərsən, zəhmət olmasa. Nəzakətli xahiş var burada. Could you open the window, please? Maşında təhlükəsizlik kəmərini taxmalıyıq. Baxın, burada şiddətli tövsiyə var. We must wear seat belt in the car. Ola bilər ki, o indi evdə yoxdur. Bax, ola bilər ki, ehtimal var burada. He might be not at home now. Çox vaxtım olsaydı, daha çox səyahət edərdim. Bu həm də şərt budaq cümləsi, deməli 2 şərt budaq cümlə conditional third var ha. Second, conditional second odur. Deməli, necə idi? Unreal situationlar idi. Biz bunu çox demişik. If I had much time, if I had much time, I would go I would go to travel. Səyahətə gedərdim. Vaxtım olsaydı gedərdim. Amma vaxtım yoxdur. Burada bir regret var, təəssüf var. Buna görə bu da unreal, real olmayan situasiyalar biz şərt budaq cümləsi 2 ilə ifadə eləyirdik. Orada da bir tərəf keçmiş sadə zamanda, bir tərəfi should, would ilə ifadə edirdik və could ilə də ifadə edə bilirdik. O fransız dilində yaxşı danışa bilmir. He cannot speak the French language well. Pul ilə biraz tədbirli olmalısan. Baxın, burada mən sənə tövsiyə verirəm. You should be careful with money. Çox abur-cubur yeməməliyəm. Yeməməliyəm, burada mən bir məsləhət verirəm. I shouldn't eat much junk food deyək də buna. Ola bilsin ki, bu həftə sonu nənə babama baş çəkdim, yəni qonaq getdim. I might be go to my grandparents this weekend. Yaxşı olar ki, çətrini götürəsən, sanki yağış yağacaq. Baxın, burada yaxşı olar ki, burada həm məsləhət var, götürməsən də, yağış yağsa islanacaqsan. Bunun nəticəsi var. Belə olan hallarda, nəticə gözlənilən hallarda biz had better deyirdik. You had better take your umbrella or sanki yağış yağacaq. Sanki it looks like rain. It looks like rain. Sanki elə bil ki, it looks, it seems və belə ifadə edirik. Yaxşı olar ki, yenidən gecikməyəsən, yoxsa işini itirəcəksən. Deməli, yaxşı olar ki, işini itirməyəsən. Aha. You had better not late again. You had better not be late again. Gecikməyəsən. Or yoxsa işini itirəcəksən. You lost your job. Yaxşı olar ki, sabahki imtahana hazırlaşasan. Deməli, you had better study exam tomorrow. Necə olar bu gün sinemaya getsək? What about we belə də deyə bilərik, mübtəda we ilə deyə bilərik. What about going to the cinema? Birbaşa fe'l deyəndə ing ilə verə bilərik. What about going to the cinema? Belə deyə bilərik. Və yaxud da what about we go to the cinema? Belə də deyə bilərik. Biz qaydaya uyğun öyrəniriksə, gəlin going-dən birbaşa fe'llə deyək. What about going to the cinema? Sonra uşaqlar, saat 2 əvəzinə 3-də
görüşsək necə olar? How about we meet at 3 p.m. instead of 2? Bir də deyirəm. How about we meet at 3 p.m. instead of 2? Baxın, birbaşa fe'l verəndə ing ilə dedim bayaq. Amma mübtəda deyəndə adi cümlə quruluşuna we və fe'li adi formasında. Başqa bir restoran yoxlasaq necə olar? How about trying a different restaurant? Görürsüz, birbaşa fe'l gəldi. Biraz fasilə etsək və kofe içsək necə olar? How about taking a break and having some coffee? Baxın, əndin həmişə sağını solunu bir götürürük ha. How about taking a break and having some coffee? Sonra bir dəqiqəlik telefona baxa bilərəm. Burada nəzakətli bir təklif var. Could I watch your phone for a minute? Could I watch your phone for a minute? Baxa bilərəm. Və yaxud da əgər mən bunu meynən də deyə bilərəm. May I watch your phone for a minute? Baxa bilərəm, icazə alıram. İcazə də var. Burada bunu da deyə bilərik. Biraz fasilə et, bunu dedim. Bu çantaları daşımağa mənə kömək edə bilərsən? Əslində uşaqlar, modal fe'llər belədir ki, biz bunları bir neçə formada deyə bilərik. Baxın, məsəl üçün, sənə qoşula bilərəm. Can I join you? Belə də deyə bilərəm. Daha nəzakətli formada desəm, may I join you? Belə də deyə bilərəm. Bir də daha da belə incə zərif formada desək, would you mind if I joined you? Etiraz eləmərsən ki, sənə qoşulsam. Would you mind if I joined you? Bax, bunları öyrənin ki, diliniz daha zəngin olsun sizin. Deməli, sənə qoşulmağa etiraz etməzsən ki, would you mind I joined you? Bunu dedikdə, burada otursam etiraz eləmərsən ki, would you mind if I sat here? İşığı yandırsam narahat olmazsan ki, would you mind if I turned on the light? İşığı yandırmaq turn on daxı. Şagirdlərə imtahan ərzində lüğətdən istifadə etməyə icazə verildi. Hə, burada icazə var. Students are allowed to use dictionaries during the exam. Turistlərə muzeyin içərisində şəkil çəkdirməyə icazə verildi. Baxın, burada yenə də icazə var. Tourists are permitted to take photos inside the museum. Yəni, icazə verilir. Verildi, keçmiş zamanda desək. Tourists were permitted to take photos inside the museum. Tələbələr gərək müntəzəm çalışsınlar. Students ought to study regularly. Ought to study regular. Belə deyək elə. Harda qalmışdım? Ona mediaya danışmağa icazə verilmədi. He is not permitted to tell something to media. Məktəbdən sonra uşaqlara həyatda oynamağa icazə verilir. After school, children are permitted to play in the yard. Və yaxud da children are permitted to play in the yard after school. Layihəni bugün bitirməliyəm. Burada artıq layihəni bitirməliyəm. Burada bir məcburiyyət var və iki cür məcburiyyət var. Bir, sənin daxili hiss etdiyin, bir də səni kənardan sənə məcbur edən nəsə olanda. Burada kənardan bir məcburiyyət var. Nəsə çatdırmalıyam. Məktəb tələb eləyir, universitet tələb eləyir. I have to finish project today. Məktəbdə məktəbli formasın geyinilməlidir. Qaydalarını pozmaq yol verilməzdir. You have to wear
uniform at school. It's not allowed to break the rules. Layihəni bugün bunu dedik. Biz iclasda iştirak etməliyik. Deməli, we have to attend at the meeting. Havaya görə biz səyahətimizi sonlandırmalıyıq. We have to cancel our trip because of the weather. Sən növbəni gözləməlisən. You have to wait your turn. Başqa insanların fikirlərinə hörmət etməlisən. You have to respect other people's opinion. İnsanların people's opinion. Davranışına görə üzr istəməlisən. You have to say sorry və yaxud da you have to apologize for your behavior. Valideynlərinlə belə danışa bilmərsən. You don't have to speak like that with your parents. Biletsiz içəri daxil olmağına icazə verilməyəcək. You will not have to enter without ticket. Kitabxanaya yeməli nəsə gətirməyə icazə verilmir. İcazə verilmir. It is not allowed to bring something with yourself into library. Bir də deyirəm, kitabxanaya yeməli nəsə gətirmək. It is not allowed to bring something. Yox, burada anything deyəcək. Niyə? Çünki it's not allowed to dedik. İnkar və sual cümlələrində eyni olurdu. It's not allowed to bring anything into the library with yourself. İşçiləri evdən işləməyə icazə verilir. Deməli, is it allowed to work from house? Bir də deyirəm cümləni. Burada əgər işçilər deyilirsə, are employees allowed to work from house? Belə də deyə bilərik. Bir də uşaqlar, deməli, əgər məsəl üçün bu cümlələri ingilis dilində desək, sual formasında, ingilis modal fe'llərin sual formasında desək, biz bax, belə deyə bilərik. Məsəl üçün, kitabxanaya yemək gətirməyə icazə verilir. Kimə, yəni bizə də. Are we allowed to bring food into the library? Bu formada deyə bilərik. Və yaxud da işçilərə işləməyə icazə verilir. Are employees permitted to və yaxud da allowed to work from home deyə bilərik. Və yaxud da uşaqlara məktəbdən sonra oynamağa icazə verilir. Were children permitted to play in the park after school? Belə deyə bilərik. Və yaxud da turistlərə şəkil çəkdirməyə icazə verilir. Are tourists permitted to take photos inside the museum? Sonra başqa necə cümlə deyək? İmtahanda lüğətdən istifadə olunmağa icazə verilir tələbələrə. Are students allowed to use dictionaries during the exam? Bu suallara xahiş edirəm, çox ciddi yanaşın.